ne kadar çalışsanız da, elimi kolumu bağlasanız da ben o sahneye çıkacağım. Başa düştünüz? Sizin için bu senet hobi olabilir. Ama benim için hayatımın manasıdır. Ne siz ne de hiç kim beni yolumdan döndürebilmez. Kuşlar qəfəsdə. Hicran, axşamın xeyir, necəsən? Yaxşıyam, sən necəsən? Sağ ol əzizim, yaxşı ol. Necəsən, neyinirsən? Atandan aran nətərdir? Belə də həmişə kimi necə olacaq? İş axtarıram, amma tapa bilmirəm. Ay qız, gör sənə nə deyirəm. Hicran, bəlkə sən gəlib bizdə rəqs akademiyasında işləyəsən. Assistent axtarırıq geyim üzrə. Bilmirəm ki, yəni siz rəqs eləyəcəksiniz, mən də işləyəcəm. Hələ nə olar, bax sən heç nə itirmirsən. Sadəcə gələcəksən, həm işləyib rəqsə daha yaxın olacaqsan, həm də ki, bax da bəlkə nəsə eləyə bildik. Bax Hicran, bir məsəl var, bilmirəm eşitmisən ya yox. Deyir ki, dənizlərdə inci tapmaq üçün gərək birinci qumsaldan keçəsən. Yəni indi sən elə təsəvvür elə ki, həmin o qumsal bizim akademiyadır. Yaxşı, onda mən fikirləşib sənə bir söz deyərəm. Hə, mütləq fikirləş, mənə xəbər elə. Hələlik. Hələlik. Ata, gör nə deyirəm. Günelin bacısı məktəbə hazırlaşır. Olar ki, həftədə 2-3 dəfə gedib ona dərs deyim. Həm də başım qarışar da, bütün günü evdəyəm. Vaxtında mənə qulaq assaydın, indi müəllimə idin. Yaxşı, razıyam, get. Gəldi hicran olmurasan, buna inanmaq olmurasan. İndi söylə, sən hardasan, uzaqdasan ya yaxındasan. Gəldi hicran olmurasan. Uşaqlar, ürək görmürəm, sizdə ürək görmürəm. Biraz hiss eləyin də, nə olar, bir emosiya verin də onun yanında. Bir qarşı tərəfi hiss eləyin də. Oynayın. Hə? Sən nə işsən, ay qız? Sən nə oyun çıxardırsan? Stop! Sinkron! Hamı birini görür. Getir. Stop, bir dəqiqə. Bu nə qarın day qız? Hə? Sən hara kökəlibsən? Davam edin bir də. Ay qız, hiss elə. Mən heç birinizdə hiss görmürəm. Zibilə qalsın elə hər şey. Günelin dostu Hicran sənsən? Harda qalmışdın? Nəysə, Günelə görə götürmüşəm səni. Birazdan rəqqasələrin məşqi olacaq. Paltarlara bax, nə problem olsa mənə denən. Bir də ki, geyim otağı o tərəfdədir, deməsəm heç soruşmursan. Bir sən bilirsən necə, səhərlər açılır gecə, otağında səssizcə, tək sən varsan. Gözlər səni tapır, dillərdə dolaşır adın. Onların həyatında sanki tək sən varsan. Onlar gözlərini bağlayır, həyatları donur əqrəbsiz. Sənsə sükutu pozan bir səs, dəli hamımız səbəbsiz. Dərdini daşıyır hər bir kəs, ona görə də kimsəsiz sərt. Balıqlar ala bilməz nəfəs, şüşənin arxasından baxır. Hicran! Sənə deməmişəm ki, bu evdə rəqs eləmək olmaz. Ayağımın altında Bakının yorulduzları.
Əgər sən rəqqasa deyilsənsə, bu istedad hardandır? Müəllim, mən sadəcə Əvvəllər rəqs eləmisən, bilirəm. bəli, anam rəqqasə olub, uşaqlıqdan rəqslə məşğul olmuşam, amma Nə ama? Niyə akademiyaya gəlməmsən, ha? müəllim, atam istəmədi. Mən rəqs eləmək istəyirəm. Axı bunu niyə anlamırsan? Rəqs mənim həyatımdır. Sənin həyatın mənim nəzarətimdədir. Rəqs sənə xoşbəxtlik gətirməyəcək. Ananın axırı necə oldu? O da səhnəyə çıxırdı, rəqs eləyirdi. Sonra Yox ata, anam ona görə ölmədi. bunu sən bilməzsən. Bir də rəqs eləyənlərin necə həyat tərzi keçirdiyini biz yaxşı bilirik. Mən səni bu yola qoymayacağım. Amma mən belə istedadı itirmək istəməzdim. Geldi hicran olmurasan, buna inanmak olmurasan. İndi söyle, sen ardasan, uzakdasan ya yakındasan. Geldi hicran olmurasan, buna inanmak olmurasan. Qızlar, indi mən sizə solo ifaçımızı təqdim edəcəm. Onun adı Hicrandır. Hicran. Bağışlayın müəllim, zarafat edirsiniz məncə. Tanımırsınızsa tanıdım, geyim assistenti. Kimdə axı o? Geyim assistenti, rəqqasə deyil. Nigar, mən bilirəm o kimdir. Amma sizdə tapmadığımı o qızda tapdım. Başa düşmədimi? Bu nə ədalətsizlikdir? Biz illərdir çalışırıq, məşqlərdə iştirak edirik. Amma birdən-birə hardan gəldi bəlli olmayan bir qulluqçu bizdən yaxşı olur. Rəna, sizə dedim axı, sizdə tapmadığımı o qızda tapdım. Kimə xoş deyil gedə bilər? Mən belə ədalətsizliyi qəbul edə bilmərəm. Gedə bilərsən! Deyəndə ki, canınızı qoyun oynayanda. Bax, bu da sonu. Hələ arsız-arsız şəklini afişayda vurdurub, ifritər. Narahat olma, biz neçənin dostuq, mən bilirəm neyəcəm. Mən deyənə gəlirsən hə indi. Görsən, mən sənə deyirdim də. İndi dənizdəki incilər sənə daha əl çatandır. Sənin rəqs həvəsin yoxdur. Baxma, birdən sən də rəqqas olmaq istəyərsən. Bilirsen uçacaksın, uçurumun taşıyla bir şekilden bakan sevgiler, yaşanmayıblar elə bir. Sönür otağında ışıqlar, öz-özünlə qalmışsın bekar. Qorxudan birinci qapanlar, bilirlər ki aralarında tək sən insansan. Ayağımın altında Bakının yorulduzları. Gözlerinin yaşında erir onun buzları. Gözlerinin yaşında erir onun buzları.
Qızdakı bəxtə bax. Müəllim də bağışlamağa bəhanə axtarır. Neyinirsiniz? Heç nə. Qızlar, vallahi mən sizi başa düşürəm. Ancaq o qızın üstünə çox gedirsiniz. Rəna, bir dəqiqə qulaq as. Qulaq asıram. Bax, onun özləri də özünü onsuz da bəsdir. Yəni, atası rəqsə qoymur, anası rəhmətə gedib. Yazıq yetim qızdır da, nə istəyirsiniz? Bircə dəfə oynasın. Yaxşı da Günel, bəsdir. Soluna həmişə mən oynamışam, mən də oynayacağam. Mən sənin yenə deyirəm, Yaxşı, başa Günel. düşürəm. Bircə dəfə oynasın, nə Yox. olar ki? Yox, oynamayacaq. Baxın da, məndən deməkdir. Yaxşı. Hicran, necəsən? Yaxşıyam, sən necəsən? Mən də yaxşıyam. Bir şey demək istəyirəm mən sənə. Həqiqətən sən məşqə gələndən bəri biz sənin çox xətrinə dəymişik. İstəmədən də olsa incitmişik səni. Amma həqiqətən məqsədimiz o deyildi. Səndən bir şey istəyə bilərəm. Əlbəttə. Telefonum sönübdü. Təcili şəkildə evdəkilərlə əlaqə saxlamalıyam. Əgər mümkünsə sənin telefonunu götürə bilərəm. Olar. Götür. Çox sağ ol. Həqiqətən çox sağ ol. İndi gəlirəm. Heç kim yoxdur. Tez elə, tez elə. Atın şəkil. Atmışam. Alo, Hicran atası da danışam. Mən Nigar Hicranın məşq yoldaşım. Hicran neçə vaxt məşqə gəlmir? Güman edirəm ki, nəsə bir problemi yoxdur. Biz məşq yoldaşları, müəllimlər Hicran üçün darıxmışıq. Hicran konsertə çıxmalıdır. Zəhmət olmasa Hicrana deyərsiniz ki, məşqə gələr. Hicran! Hardaydın? Hara getmişdin? Hara getmişdim ata? Rəqsə! Mən sənə deməmişəm ki, məndən icazəsiz heç yerə getmə. Ha? Əvvəl anan, indi də sən. Mən sənə belə tərbiyə vermişəm, qızım. Bezdim ata, bezdim. Hicran rəqs eləmə, hicran onu eləmə, hicran bunu eləmə, ora getmə, bura getmə. Axı mən yaşamayım, mən nəfəs almayım ata. Mən tərbiyəsiz işlərlə məşğul deyiləm. İcazə ver, heç olmasa bir dəfə rəqs eləyim. Çıx get buradan. Rədd ol. Başa düşə bilmirəm. Sən birdən-birə gəlib necə sol oynaya bilərsən? Bax, yaxşı bax.
Mən bu dizlərlə neçə illərdir məşq eləyirəm. Amma sən birdən-birə gəlib solist oldun. Mən səndən daha çox əziyyət çəkmişəm Rəna. Sən heç sənə qadağan olunan bir şey üçün mübarizə aparmısan? Aparmışam, aparacam da. Mən başa düşə bilmirəm, sənin mənlə mübarizən nədir axı? Mən solo oynamadığım yerdə dura bilmərəm. Heç olmasa icazə ver, bir dəfə solo oynayım. Oynayarsan. Uğurlar əzizim. Bax siz nə qədər çalışsanız da, əlimi qolumu bağlasanız da mən o səhnəyə çıxacağam. Başa düşdünüz? Sizin üçün bu sənət, hobbi ola bilər. Amma mənim üçün həyatımın mənasıdır. Nə siz, nə də heç kim məni yolumdan döndərə bilməz. Bir sən bilirsən necə səhərlər açılır gecə otağında səssizcə tək sən varsan gözlər səni tapır dillərdə dolaşır adın onların həyatında sanki tək sən varsan onlar gözlərini bağlayır həyatları donur əqrəbsiz sənsə sükutu pozan bir səs dəli hamımız səbəbsiz dərdini daşıyır hər bir kəs ona görə də kimsəsiz sərt balıqlar ala bilməz nəfəs şüşənin arxasından baxın tək sən varsan ayağımın altında Bakının yorulduzları gözlərinin yaşında ərir onun buzları onlar yalanların içində quşlar qəfəsdə təki istidə ölü insanlar şəhərində tək sən sağsan bilirsən uçacaqsan uçurumun daşıyla bir şəkildən baxan sevgilər yaşanmayıblar elə bir sönür otağında işıqlar öz-özünlə qalmısan bekar qorxudan birinci qapanlar bilirlər ki aralarında tək sən insansan ayağımın altında Bakının yorulduzları gözlərinin yaşında ərir onun buzları gözlərinin yaşında ərir onun buzları Ata! Məni bağışla!
Kızım, sen azalsan, sen azalsan, sen azalsan, sen azalsan. Sən hardasan? Cəmaət bizi gözləyir. Rəqs başlayıb eşə çoxdan. Mən sol oynamadığım yerdə dura bilmərəm. Necə yəni mən sol oynaya bilmədiyim yerdə dura bilmərəm? Sənə görə mən nələr elədim? Sən fərqindəsən, sırf ən yaxın dostumsan deyə günahsız qızın nə qədər günahını aldım mən. Nigar, mən mübarizə apardım, amma bacarmadım. Sizi uğurlar. Mən o qumdan keçdim və öz incimi tapdım. Sıra sizdədir. Gözler seni tapır, dillerde dolaşır adın. Onların hayatında sanki tek sen varsan. Onlar gözlerini bağlıyor, hayatları dolur əqrəbsiz. Sense sükutu bozan bir ses, deli hamımız sebepsiz. Derdini daşıyır her bir kez, ona göre de kimsesiz sert. Balıklar alabilmez nefes, şişenin arkasından bakın tek sen varsan.